qoy yəni. Biz sizə necə qoşula bilərik qardaş? Sizdə necə karnavat edirlər ki? Mən yəqin belə karnavat edirsən. Gəlsən bana yanına qulaq da. Hamıya salamlar dostlar. Əvvəl onu bildirmək istəyirəm ki, mənim kanalımda söyüş falan olmayacaq. Onsuz da söyüş heç vaxt olmayıbdı. Sadəcə olaraq bu son 2 dənə videoda bəzi yerlərdə söyüş çıxıb ağzımdan. Çünki səbrim tükənib açığı. Bu xiyarda götüb düzənməli montaj eləməyib. Demişim düt qoy. Düdü elə qoyur ki, Allah'ın da olsun, çox dəxlisiz yerdə də yəni. Ayıbdır da yəni, çünki bizi uşaqlar izləyir, ailəli insanlar izləyir. Düzdür, arada bir videolar da izləyir. Ona görə də çox uzatmadan keçək Varavskoy çumolara, daha doğrusu çurbanlara. Yəni söyüş də olmasa özünüz başa düşəsiniz ki, nə demək istəmişəm. Sadəcə olaraq sizdən sadəcə xahişim odur ki, bu video like eləyəsiniz və kanalımıza abunə olmağı unutmayasınız. Çünki hal-hazırda 821 min abunəmiz var. Nə qalıb yəni? 1 milyonluqda demiyorlar, düzdür? Bizim məbizə çatmır Fərid. Mən danışanda niyə əsəbləşirəm öz-özümə? Başım xarab olub sən, üzülürsən dostlar. Hamınızı çox istəyirəm, sən öl. Çoxu maraqlar ki, Varavskoy çurbanlar nə deməkdir də? Yəni, bunu necə fikirləşmirsən? Ağlıma nətər gəlib? Gəlin başlayalım. Bu boyda yaxşı qardaşlar dura-dura, hörmətli oğlanlar dura-dura, hansısa tüləklər, saçlarını ceyb beləcənə, itfason yəni o ağ itlər var, bildiniz hansısa. Onlar kimi uzadıb beləcənə, düşürlər şəhərin canına, imkan da vermirlər, Allah'ın da olsun, insanlar ailəsi ilə yəni rahat şəhərdə gəzə. Bilirəm ki, qeyrətli, özünü tanıyan oğlanlar ailəsi ilə çölə çıxanda azdan çoxdan fikirləşirlər ki, ay bilə, yenə giclərin əlində qalacam da yəni. Yəni məqsədimiz odur ki, bu bidalaları yəni göstərmək istəyirik ki, şəhərdə sadəcə olaraq görəndə bilin ki, bu bidzoqdur yəni. Buna fikir vermək lazım deyil. Elə ailənlə rahatcana gəz kef elə. Yəni bunlar sənin kəmərindən aşağı yox, Batinkavın altıdırlar. Bildin necə? Bilirəm ki, bir çoxu məndən razı olacaq. Sadəcə olaraq xahiş edirəm. Siz də kommentlərdə bildirin ki, bu gicbəsələrə görə adam rahat şəhərdə ailəsini gəzə bilmir. Sadəcə onu bildirim, vəssalam. Və çox uzatmadan keçək gədələrin videosuna. Zevs birinci, mənə Zevsdən eşim sual verməsin. Zevs birinci geç, o kukla da qardaş, o blogerdir. Başa düşdün o mən? Kukla ya. Mən videomu paylaşır. Qaldı ki, o video paylaşıldı, o gələrəm Rusiyaya yazar. Onun paylaşanın da ağzına soxum, ona bilib-bilmədən fikir bildirənin də ağzına soxum. Qara bəbir eşitirsən mən, qulaq. Keçən videoda mən sənin haqqında nə demişəm ki, sən niyə belə zloylaşıbsan, ala içsatsan, baş zənciri açıblar, ala kayıfdasan sən. Keçən videoda mən nə dedim ki, özüm dedim ki, bəlkə Qaqaşnet özü paylaşmayıb, kimsə paylaşıbdı. Sən artıq əksin nəsə bir şey dedim, hə? Niyə özü belə aparsan ki? Bir an gözləmə maraqlı gəlsən. Bu nə deyir? Davamına baxaq görüm mənə. Tanıyanlar bilir. Nəyi bilir? Qnid olduğu bu. Petuxsan ha? Şalvaran sonra mən bilet alarsan. Hələ o Şalvarına dəxisi var ola bura. Mən kayıfdasan alasan, xiyar. Ala fərqi var ki, mən şalvar ala bilirəm özümə, yoxsa mənə hədiyyə edirlər şalvar. Fakt odur ki, gəlirsən bura, mən sənə biletimi alıram da. Bir dənə də şampan butulkası alıram. Görmüşdün erməni videosunda şampan butulkası almışdım. Toyuq oturmuşdu üstünə. İstəyirsənsə toyuğu çıxartmışam olsun, yer boşdur. Gələ bilərsən, yəni problem deyil. Ona da qalırsan, mən sən haqqında pis seçini demə. Demişəm Fərtman haqqında nəsə bir şey. Demişəm bəlkə. Deməmişəm axı, düz demirəm. Hə. Amma sən deməyə layiqsən yəni. Amma belə öz aramızda arxaya qoyubsan, Dolya Varavskaya zad belə, hə? Onlardan olmaq istəyirsən. Cala. Bu boyda yaxşı qardaşlar dura-dura. Sən kimsən, tülək? Sən Allah ki düşürsüz sən. Elə bilirsən ki, elə yerindən duran elə olur ala. Hə? Onda bir cala. Belə həqiqətən çox pis vəziyyətdəsiz sən öl. Sizə baxanda gülməyim gəlir sadəcə olaraq. Mən bilirəm ki, Azərbaycan xalqı da sizi Targovu da görəndə, əl çəkiniz Ərəfas Targovu. Bu nədir ala? Hara görürsüz belə it pişik kimisən, itdən pişikdən çox sizə. Allah. Belə nə var? Sən növbəti videolar deməzsən. Qara xoruz ha belə. Nəysə, belədir. Mən bunlara fikir bildirmişdim axı. Yenə yığılışı 5 dənə pişik bir araya, 6 dənə çaşdım. Baralandakı böyük pişiklərdən də. Ya zərbatı qoyaq qırağa, xətirəndə zadına deyər, həqiqə. Prosta sən bu yaşayış deyir. Aramızda böyük balıq kimdir? Bu qaqaşdır, qara paltardır. Videonun baş sponsoru Marti şəbəkəsinə aid olan retrokazino.com-dur dostlar.
Nəyə görə retro kazino? Gəlin sizə başa salım. Deməli dostlar, yeni bir kazino ortalığa çıxanda yadınızda saxlayın ki, yeni istifadəçiləri böyük bir şanslar verir ki, insanları cəlb eləyə. Düzdür? Ona görə dostlar, aşağıda link qoyacağam. Keçin retro kazinoya, böyük şanslardan istifadə eləyin və böyük miqdarda pullar qazanın. Bildirmək istəyirəm ki, burada ümumiyyətlə live kazino olsun, futbol oyunu olsun, bütün slotların hamısı lisenziyalıdır. Plus da ki, böyük bir şans sizə verəcək ki, pul qazanıb ətrafınızda danışasınız ki, həqiqətən mən də retro kazinodan bu boyda pul qazandım. Martin şəbəkəsi həqiqətən dostları qazandırır. Kim də ətraflı məlumat almaq istəyirsə, aşağıda 2 dənə nömrə olacaq. Bu nömrələrlə əlaqə saxlayıb əlavə məlumat ala bilər. Bildirmək istəyirəm ki, hər gün saat 10-da pul yağışı olur. Retro kazinoda, Martin kazinoda, Sample'da hamısı eyni şəbəkə aiddir yəni. İndi bilirəm ki, bir çoxunda sual yarar ki, yaxşı Zevs, reklam edirsən ki, özün nə qədər qazanırsan bu saytlardan. Valla dostlar, mən 3-4 min manat hərəsindən çıxardıram günə. Və onu bildirmək istəyirəm ki, Telegram səhifəm olacaq Zevs MMA. Telegram səhifəmdə tez-tez paylaşacağım çıxarışları. Növbəti stansiya şəklində gördüyüm kimi Orik. Gözdən bax, buna paylaş. Orik mənə ləzzət edir sənə. Kim nə deyirsən? Sən temadır. Şahabana oxşur. Həqiqi sənə temadır sənə. Ya bu videoda heç bir şey yox. Sadəcə olaraq Orik yığıb ətrafına pişikləri. Video çəkim yəni. Burada heç bir şey yoxdur. Bu nədir belə sən ol? Talpa pişik görəm. Bu nə dəxlisi var qaqa? Uşaqlar da məktəbdən evə gedir. Yəni burada məsələ salası sən ol. Prosta tema nədir gəlin sizə baş salım. Bu pişiklərin arasından bir dənə pişik, əlində telefon olan pişiklərdən də yəni. Sadəcə olaraq məktəb uşaqlarını çəkib belə paylaşmış. Nə valla belə. Allah bezmişəm mən sən ol. Mən bilirəm ki, yəni bunlardan siz də bezmişsiniz. Çatmır mən sən ol. Bu nədir ya? Az adamsınız. 7-8 nəfər varsınız. Az adam da 7-8 nəfər. Düz bir dənə sanırım, mən maraqlı gəldim. Az adamı xardır. Rembo sən. Bu nədir belə? Bu nə anormal videodur səncə? Bu nədir ala biləm hə? Bu söhbətdir yoxsa mırta paylaşıblar? Öz söhbət nədir ala? Kayıfdas, elə qaqa duxlusunuzsa, gəlin Moskvaya, nə mala, gedin başqa ölkədə də Azərbaycanlılar haradakı sıxışdıra bilirlər. Düzdür, sıxışdırma mümkün deyil. Sadəcə olaraq elə bir şeydirsə, yığılışın az adamsınız, 7-8 nəfər. Gəlin əllə eləyin də, bir-birinizi niyə qırırsınız ala? Məsələ, sizinki siz nə yox? Şimdi Məzahir'in oğlu mənə söz deyib ki, mən dağıldım. Kayıfdansınız siz. Nədir belə? Sən qardaş, Sağ ol, bak kim idi? mənəm Zamin ortaqdan qardaşım. Hardan? Zor dedik. Ortalıq özü. Ortalıqdan. Hə. Necəsən? Hansı ortalıqdasın sən? Qıdağın şahım, qardaş. Qaqa, o- Qulaq as, ortalığın